İblisle İzzet ve Celal sahibi Rabbul İzzeti vel Celal arasında diyalog geçir Kur'an-ı Kerim'de. Bilirsiniz El-Hicr suresinde, Taha suresinde, düzdür mü? Bir neçə yerde El-Bakara suresinde, düzdür mü? A'raf suresinde bir neçə yerde geçir, düzdür mü? Həmçinin sünnədə də gəlib, çox möhtəşəm diyaloglar gəlib. Onlardan bir neçəsini gətirim. Sünnədə gələn. İblis deyir ki, bi'izzetika Rabbi la'ughwiyannahum la zalul arvahu fi ecsadihə. Ey Rabbim, senin izzet ve celalına and verirəm. Kim deyir bunu? İblis. İblis kafir. Bəs niye deyir ey Rabbim? Çünkü onun Rabbi de yaratan odur da. Allah subhanahu izzet ve celal sahibidir. Hatta düşməni tərəfindən. Bəli. Düşməni də yaratan o da İslam. Deyir Rabbi, İzzet ve celalına and içirəm ki, onların ruhları beden içinde olduğu müddetçe onları saptıracağım. Korku xədidir ya. Bakın ne demekti. Yani sen düşünme ki 60 yaşında ben olacağım evliya. Allah kurtardı söhbətlər. Vallahi əmin vəsvəsədir. 16, 18, 19 yaşında gelen oğlana vəsvəsələr inan ki 70 yaşındaki əxiyə də gəlir. Bir marajını soruş. 2 qatı gəlir. 2 qatı gəlir. Niye? Çünkü cavan eləyəndə normaldır. Allah Teala tez bağışlayır. Cavandır da. Amma ağbaş onun için şiddetli hədə gəlib. Saçı ağarmış, boza qatışmış. Şeyxanı Allah Teala zina eləyən şeyxi, yəni qocanı bağışlamayacaqdır. Üzünə baxmayacaqdır. Günahını temizlemeyecektir ve onun şiddetli əzab var. Zina eləyən vaxtıdır. 70 yaşında. Şeytanın vəsvəsəsi, inanırsınız siz, şəhvət vəsvəsəsi, qoca baba əxilərə sizdən şiddətlidir. Maraqın soruşun. Sizdən şiddətlidir. Və ən qərbəsi bizə nədir? Bəlkə tamaşaçılar güləcək. Yoldaşın yanına gələndə heç nə yoxdur. Amma tək qalanda, xəlvətə qalanda vəsvəsə sizdən şiddətlidir. Naməhrəmlə qalanda cavan oğlandır. Özün tanımır. Bu nədir belə? Özün tanımır. Xəlvətdə qalanda, xadimə evdə də arva çıxdı getdi. Şidik bu nədir belə? Bunun əsli hətta şeydə gəlib, yəni tarixdə gəlib. Bir alim olur, yaşı 80'e yuxarı olur. Yoldaşı da çox yaşlı olur və artıq gücü çatmır ona xidmət eləməyə və xadimə tutur. Xadimə tutur və bir dəfə elə olur ki, arvadın ehtiyacı səbəbilə həyat yoldaşı nəsə qırağa çıxmalı olur da. İlk bazara gedir nəsə götürməyə. Gəl görür ki, həyat yoldaşı həyətdə oturub. Evin içində deyil, həyətdə şəntirdə oturur. Gəl gör həyat yoldaşı qoca şeyx, baba, 80 yaşında, özü alim. Həyətdədir, evin içində deyil. Ki, mən sən evin içində qoyub getmədin mi? Sən niyə çöldə oturmuşsan? Deyir, arvad inanmazsan. Sən evdən çıxıb gedəndən sonra mən cavanlaşdım. Sən evdən çıxıb gedəndən sonra mən cavanlaşdım. Şeytan gəldi, oldum cavan oğlan. Vallahi özümü tanımadım. Alim de diye dərk elədi. Hiss elədi ki, o anormal bir şeydir. Onu idarə edən var. Nəfslə şeytan paralel gedir. Hətta gəlib rivayətlərdə ki, nəfslə şeytan beraber zina eləyir. Hətta bir fərclə, bir orqanla beraber. Yəni, Adəm övladı zina eləyəndə onun fərcin içində şeytan da ona beraber eləyir ki, gücü tükənməsin. Ta ki, onu məhv eləyənə kimi. Hətta o söhbətlər var, yəni təsəvvürlə. İndi gör, bizim düşmənimiz kimdir? Nəfsun. Yəni, vədudun, aduvun, ledudun, lənətləmiş bir nəfs. Yəni, bu nəfs, yəni, subhanallah, bunun da mərhələləri var. Mərhələləri var. Yəni, baxır, bu nəfsi necə tərbiyə eləmsən? Bu nəfsi necə öyrənməsən? Yəni, nəfsi it kimi tərbiyə edəcəksən sözün həqiqi mənasında. Yəni, ac saxlayacaqsan, susuz saxlayacaqsan və ona hər dəfə itaat eləndə nəsə verəcəksən. Yavaş-yavaş. Onda nəfs olur gül balası. Nəfs də sənə bərabər olur abid, zahid.